Birinci sual. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. German dil qrupu, Roman dil qrupu, İran dil qrupu. German dil qrupuna verilən ölkələrdən 2 və 6, yəni Almaniya və Norveç aiddir. Roman dil qrupuna 4 və 1, yəni İspaniya və Braziliya aiddir. İran dil qrupuna isə Tacik və Əfqanistan 3 və 5 aiddir. Doğru cavab B bəndi idi. İkinci. Eyler-Venn diaqramına uyğun olan bəndi müəyyən edin. Sxemdəki vəziyyət birincisi 22 iyundur. 22 iyun. İkinci isə 22 dekabrdır. Birinci. Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticəsidir. Hər iki vəziyyət yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticəsidir. Şimal yarımkürəsi daha çox istilik alır 22 iyunda. Cənub qütb dairəsinə Günəş şüalarının düşmə bucağı 47 dərəcədir. Əlbəttə 22 dekabr tarixində, çünki 22 dekabrda Günəş 23.5 cənub tropik xəttində zenitdə olur. Bu zaman cənub qütb dairəyə, yəni 66.5 cənub enliyinə Günəşin düşmə bucağı 90 dərəcə minus 66.5 minus 23.5 bərabərdir 47 dərəcə eləyir. Bəli, həqiqətən də bu xüsusiyyət 22 dekabra aiddir. Dördüncü, 23.5 cənub enliyində yerləşən coğrafi obyektlərin günorta vaxtı kölgəsi olmur. Bu xüsusiyyətdə, yəni 4 də ikinciyə aiddir 22 dekabra. Çünki 23.5 cənub enliyində 22 dekabrda Günəş zenitdə olur. Bu zaman günorta vaxtı obyektlərin kölgəsi olmur. Digər xüsusiyyətlərlə davam eləyək. Yerin xəyalı oxu orbit müstəvisinə 66.5 meyilli olmasının nəticəsidir. Hər iki vəziyyət 5-də ortaqdır. Bakı şəhərinə Günəş şüalarının düşmə bucağı 73.5 dərəcədir. Bakı şəhərinə Günəş şüalarının 73.5 bucaq altında düşməsi əlbəttə 22 iyun tarixinə aiddir. Çünki 22 iyunda Günəş şimal tropik xəttində zenitdə olur. Bu zaman Bakı şəhərinə, yəni 40-cı şimal enliyinə Günəşin düşmə bucağını hesablamaq üçün 90 dərəcədən çıxırıq. Məntəqənin coğrafi enliyi ilə Günəş harda zenitdədir 22 iyunda? 23.5 şimal tropik xəttində. Dərəcə fərqini 90-dan da onu çıxsaq bərabərdir 73.5 eləyər. Bəli. Həqiqətən 6-cı fikirdə deyildiyi kimi Bakı şəhərinə Günəş şüalarının düşmə bucağı 73.5 dərəcədir. Bu xüsusiyyət, yəni 6-22 iyuna uyğun gəlir. Yekun cavabımız 1-ə 2 və 6, 2-yə 3 və 4, 3-ə də 1 və 5 olmaqla C bəndi idi. Üçüncü, konus proyeksiyasında ən az tərifin olduğu və qütb ulduzunun görünmədiyi enlikləri müəyyən edin. Konus proyeksiyasında ən az tərif təbii ki, mülayim ərazilərin təsvirində istifadə olunur da konus proyeksiya. Yəni 50, 55, 60, 65 dərəcə coğrafi enliklər bilirik ki, bu ərazilər konus proyeksiyasının tərtib edildiyi ərazilərdir. Qütblər, ona yaxın ərazilər azimutaldır. Ekvator və ona yaxın ərazilər silindrikdir. Ona görə cavablardan D və E yanlışdır. Çünki D-də, E-də fikir versəniz 80-85 dərəcə coğrafi enliklər göstərilir. Azimutal proyeksiyaya uyğun gəlir. A da yanlışdır, çünki 20-30 dərəcə coğrafi enliklərdir. Ekvatora yaxındır, silindrik proyeksiyaya daha uyğundur. Yanlış olar. Cavabımız 60-55 coğrafi enliklər, 60-65 olan B və C ola bilər. Amma bizdən həm də qütb ulduzunun görünmədiyi coğrafi enliklər lazımdır. Qütb ulduzu harda görülmür? Cənub yarımkürəsində. Şimalda görülür, cənubda görülmür. Ona görə B və C-dən hansılar cənuba uyğundursa, onları təyin etməliyik. C ola bilməz, çünki 60 dərəcədən şimalda 65 veribdir. Biz bilirik ki, ekvatordan yuxarı doğru getdikcə coğrafi enliklərin dərəcə ölçüsü artır. 1, 2, 3, 4, 5, 90 şimal enliyinə qədər. Ona görə biz buradan təyin edə bilərik ki, C şimal yarımkürəsinə aiddir, ola bilməz. B uyğun gəlir, bəli. Çünki 55 dərəcə coğrafi enlikdən cənubda daha böyük rəqəmə malik coğrafi enlik göstərilibdir. Ekvatordan cənuba 1, 2, 3, 4, 5, 90 cənub enliyinə qədər rəqəmlərin artan sırasıdır. Yəni buradan təyin etmək olar ki, B bəndi doğru idi. Dördüncü, xüsusiyyətlərin aid olduğu iqtisadi rayonu müəyyən edin. 2 xarici ölkə və 1 iqtisadi rayon ilə həmsərhəddir. Məsələn, Qazax Tovuz, Gürcüstan və Ermənistanla, amma bir iqtisadi rayonla, Gəncə Daşkəsənlə həmsərhəddir. Dağ mədən sənayesini inkişaf edib, məsələn, Gədəbəydə mis ehtiyatı, qızıl ehtiyatı, qara metallurgiya üçün qeyri-filiz xam malı var, məsələn, bentonit gili var Qazaxda. Təbii ki, verilən xüsusiyyətlər Qazax Tovuza aiddir. 5-ci, zeolit, perlit, gips yataqlarının yerləşdiyi inzibati rayonları müvafiq olaraq müəyyən edin. Zeolit Tovuz idi, 1, perlit Kəlbəcər, gips Goranboy, 1, 3, 4, C bəndi. Növbəti,
6-cı. Uyğunluğu müəyyən edin. Kürün sağ sahilində verilənlərdən Bərdə və Goranboydur 1 və 5. Sol sahilində verilənlərdən Ağdaş və Kürdəmirdir, yəni 2 və 4. Hər iki sahildə Sabirabad və Yevlax olar 3 və 6. Belə cavab 1, 5, 2, 4, 3, 6 B bəndi. 7. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Birinci sırada deyir ki, 2, 3, 5-də sönmüş vulkanlara rast gəlinir. Xeyr, 3-də rast gəlinmir. Bu ərazidə Böyük Qafqazdır. Sönmüş vulkanlara Kiçik Qafqazda Qarabağ vulkanik yaylasında rast gəlinir. İstənilən halda biri yanlışdırsa, onda sıralama yanlışdır. İkinci, 1, 4, 5-də Kaynozoyun 4-cü dövrün suxurlarına rast gəlinir. Bəli, 1 Samur dəvəçidir, düzənlikdir. 5 düzənlik ərazidir. 4 də düşünək ki, Qanıq Ərçayın nisbətən şərq hissəsidir, düzənlikdir. 4-dən 2 dənə verilibdir, texniki səhvdir. Buradakı 4-ü nəzərdə tutsa belə, Qarabağ vulkanik yaylası, orada da 4-ün vulkanik suxurlarıdır. İstənilən halda ikinci sıra doğrudur. Üçüncü, 1, 3, 5 gətirmə konusları yayılmışdır. Birdə yaylar, məsələn, Böyük Qafqazın şimal-şərqinin çayları deyək ki, Samur dəvəçi ovalığına, yəni düzənlik əraziyə çıxanda gətirmə konusu verər. Amma 3 heç cür qəbul olunan deyil də. Qafqaz dağlarının uca əraziləridir, yəni yüksək dağlıq ərazilərdir, gətirmə konusuları ola bilməz. Yanlışdır. Dördüncü, 2, 4, 6 Kiçik Qafqaz tektonik zonasında yerləşir. Bəli, Talış dağları, Zəngəzur və Qarabağ vulkanik yayla Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. 5-ci, 1, 2, 6 Mezozoy erasının suxurlarına rast gəlinir. 1, əlbəttə, düzənlik ərazidə Samur dəvəçidir. Kaynozoy erasının suxurlarıdır, ona görə yanlışdır. 6-cı, 3, 4, 6 Maqmatik mənşəli faydalı qazıntılar yayılmışdır. 3-də, bəli, bu ərazilər Zaqatala, Balakəndə polimetal filiz ehtiyatı var. Bəli, doğrudur. Sonra 4-də Kəlbəcərdir. Deyək ki, həm xromit ehtiyatı var, həm civə ehtiyatı, həm qızıl ehtiyatı var. Bəli, deməli maqmatik olması doğrudur, yəni filiz var. 6-da Naxçıvandır. Naxçıvanda da məsələn mis, molibden ehtiyatlarının olduğunu biz bilirik. İstənilən halda 3-də, 4-də, 6-da maqmatik mənşəli, yəni filiz faydalı qazıntılar var. Bu da doğru. Doğrular 2, 4, 6 idi. 2, 4, 6. A bəndi. 8. Azərbaycanda beynəlxalq əhəmiyyətli boru kəmərlərinin keçmədiyi iqtisadi rayonları müəyyən edin. Qazax Tovuzdan, Gəncə Daşkəsəndən, Quba Xaçmazdan, Şirvan Səlyandan, Quba Xaçmazdan bunlardan keçir. Amma Mil, Muğan, Lənkəran, Astara, Şəki, Zaqataladan heç bir boru kəməri, yəni beynəlxalq əhəmiyyətli boru kəməri keçmir. Doğru cavab C bəndi idi. 9. İqlim diaqramlarının aid olduğu məntəqələrin yerləşdiyi ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Fikir versəniz, birinci iqlim diaqramına temperatur müsbət 5 ilə 20-25 dərəcə arasındadır. Yağıntılar da əsasən ilin soyuq dövründə düşdüyünü görə bilərik. Verilən əlamətlər subtropik iqlimin Aralıq dəniz tipinə aiddir. İkinci isə fikir versəniz, temperatur yenə mənfiyə düşməyib, sıfırdan başlayır. Yay aylarında da 20-25 dərəcə istilik var. Orta temperaturdan söhbət gedir. Yağıntılar da əsasən ilin isti dövründə fikir versəniz, yağıntılar daha çox düşüb. Deməli, verilən əlamətlər subtropikin mussonuna aiddir. Biri subtropikin Aralıq dəniz tipi, biri isə subtropikin mussonudur. Keçid iqlim qurşağındadır, bəli. Subtropik də keçid iqlim qurşağıdır. Yay fəsli isti və rütubətli keçir. Yay fəslinin isti rütubətli keçməsi mussona aiddir. Digərinə, yəni birinciyə, subtropikin Aralıq dənizinə aid deyil. Çünki orada qış ayları rütubətli keçir. Yay ayları isti və quraq keçir. Çaylarından yayda suvarmada istifadə olunur. Yayda suvarmada istifadə olunan əlbəttə subtropikin Aralıq dəniz tipinə aiddir. Çünki yay ayları isti quraqdır. Çaylardan yayda suvarmada istifadə olunar. Subtropikin mussonunda çaylardan yay aylarında istifadə olunmur suvarmada. Çünki yay ayları rütubətlidir, yağış yağır. Ortaq sayılmır bir sözlə, birinə aiddir, birinə aid deyil. Ən böyük əkinçilik regionudur. Bəli, hər ikisini götürə bilərik. Çünki musson, Şərqi Asiya, çəlti əkinləri, subtropikin Aralıq dəniz tipi, məsələn, Aralıq dəniz regionu orada deyək ki, sitrus meyvəçiliyi inkişafını qeyd edə bilərik. Yəni, hər ikisində böyük əkinçilik regionudur, doğrudur. Bitki örtüyü zəngindir. Bitki örtüyü, bəli, hər ikisində zəngindir. Mövsümi küləklərin təsiri altında olan mussondur. Yay mussonu, qış mussonun təsiri bu xüsusiyyət əlbəttə Aralıq dənizinə, yəni birinci diaqrama aid ola bilməz. Ortaq xüsusiyyətlər E bəndi 1, 4, 5 idi. 10-cu. Buxarlama ilə buxarlama qabiliyyəti arasında fərqin çox və az olduğu əraziləri müəyyən edin. Buxarlama ilə buxarlama qabiliyyəti arasında fərqin böyük olduğu ərazilər isti quraq ərazilərdir. Yəni birinciyə uyğundur Qobustan alçaq dağlığı, Acınor, Ceyrançöl və Araz boyu, yəni 2, 4, 5. İkinciyə fərqin az olduğu ərazilər Lənkəran və
Qanqayırçay 1 və 3. Belə cavab A bəndi idi. 11 ilə davam edək. 6000 metr dərinliyə exolotdan göndərilən səs siqnalı neçə saniyə sonra geri qayıdar? Səsin suda yayılma sürəti 1 saniyədə 1500 metr olduğunu bilirik. 6000 metr dərinliyə əlbəttə 6000-i 1500-ə böləndə 4 saniyəyə gedər. 4 saniyə də qayıtmağı nəzərə alsaq, yekun cavab 8 saniyə eləyər. 12. Yer kürəsinin sxemdəki vəziyyəti müşahidə olunan zaman su sərfinin artdığı və azaldığı çayları müəyyən etməliyik. Sxemdəki vəziyyət 22 iyundur, yəni şimal yarımkürəsində yay fəslinin başlamasıdır. Şimal yarımkürəsində yay aylarında su sərfinin artdığı, yəni birinciyə aiddir Xuanxe, Mekong, Amudərya. Çünki Xuanxe, Mekong yay mussonların təsiri ilə bol rütubət alar. Amudərya da buzlaqlardır. Buzlaqlar da qidalanan çaylara aiddir. Yayda buzlaqların əriməsi ilə səviyyəsi artar. Ona görə birinciyə 1, 3, 5 aiddir. İkinciyə isə azaldığı lazımdır bizə. Azaldığı da Parana və Zambezi cənub subekvatordadır. 22 iyunda onlarda qış fəslidir. Qış aylarında da subekvator isti və quraq keçir. Nəticədə Zambezi, Parana az sulu olur. Yəni su sərfi az olur. Taxo çayına gəldikdə isə şimalda da olmaz. Amma şimalın subtropik Aralıq dəniz tipindədir. Yəni subtropik Aralıq dəniz tipində də yay ayları isti quraq keçdiyindən su sərfi azalar Taxoda da. Yekun cavab ikinciyə də 2, 4, 6 olmalı idi. Belə cavab 1, 3, 5, 2, 4, 6 ardıcılığı ilə D bəndi idi. 13. Fəal temperaturlar cəminin çox, lakin əkinçiliyin zəif inkişaf etdiyi ölkələri müəyyən edin. Əlcəzair, Liviya, Səudiyyə Ərəbistan, Səhra yarımsəhradır. Fəal temperaturlar çox olsa da əkinçilik zəifdir, torpaq örtüyü əlverişsizdir, su ehtiyatı çatışmır və s. səbəblər. Cədvələ əsasən yanlış sıraları müəyyən edin. Çöl, meşə, çöl, Orta Sibir yaylası, qara torpaq yanlışdır. Orta Sibir yaylasında çöl, meşə, çöl qeyd etməmişik. Yanlışdır. Pampa, Braziliya. Əlbəttə, Braziliyada pampa nə gəzir? Yanlışdır. Savanna seyrək meşələrdir. Codyarpaq meşə, Apenin dağları, qəhvəyi torpaq doğrudur. Enli yarpaqlı, böyük suvarıcı dağları yanlışdır. Səhra yarımsəhra, Avstraliya, boz torpaq doğrudur. Savanna, Dekan yaylası, qırmızı qonur torpaq, bəli, bu da doğrudur. Yanlışlar 1, 2, 4 D bəndi idi. 15 ilə davam eləyək. Sxemdə verilmiş landşaft ardıcıllığına uyğun gələn istiqaməti xəritə sxem üzərində müəyyən edin. Deməli, ətəkdən yuxarıya doğru yarımsəhra, dağ, çöl, dağ, meşə, subalp, alp, subnival, nival, bütün landşaftlar varsa Böyük Qafqazdır. Yəni 3-cü istiqamətə uyğun gəlir. Doğru cavab C. 16. Əlamətlərə uyğun gələn faydalı qazıntını müəyyən edin. Maqmatik mənşəlidə eti dövründə inkişaf etmiş ölkələrdə emalı getsə də, hazırda emalı inkişaf etməkdə olan ölkələrdə aparılır. Qara metallurgiyada istifadə olunur. Dəmir filizindən söhbət gedir. İşarəsi də A var. 17. Kiçik Qafqazın şimal-şərq və cənub-şərq yamacları üçün ümumi xüsusiyyətləri müəyyən edin. Seysmik cəhətdən daha aktiv olan şimal-şərq yamacıda oxşar deyil. Mineral bulaqlar həm şimal-şərq, həm cənub-şərq hissədə var. Doğrudur. Məsələn, şimal-şərq hissədə Gədəbəydə var, bəli. Məsələn, Slavyanka, cənub-şərq hissədə Şuşada turş su, şırlan mineral suları var, bəli. Ona görə oxşardır. Sönmüş vulkanlar xeyr, oxşar deyil. Qədim suxurlar oxşar deyil. Qızıl yataqlar, bəli. Şimal-şərqdə Gədəbəydə qızıl var, bəli. Cənub-şərqdə Zəngilanda qızıl var, bəli. Oxşarın biri də 5, yekun cavab 2 və 5 D bəndi idi. 18. Uyğunluğu müəyyən edin. Çelyuskin Taymır yarımadasındadır, 1-ə uyğundur C. Ras Həfun Somali'dədir B. Roka burnu deməli Roka burnu Pirney yarımadasında D. St. Charles'də Labradorda A. Belə cavab C, B, D, A ardıcılığı ilə A bəndi idi. 19. Əlamətlərə uyğun gələn ölkələr. Yarımadada yerləşir, respublika idarə etmə formasıdır. Eyni materikdə olsun, okeana çıxışları olmasın. Məsələn, Portuqaliyanın okeana çıxışı var, Uruguayın var, Taylandın var, Yunanistanın var okeana çıxışı. Cavab bəli A-dır. Serbiya, Laos, Şimali Makedoniya. Heç biri monarxiya deyil ki, bizə respublika lazımdır. Deyil, respublikada hər biri. Okeana çıxışları var, xeyr, yoxdur. Eyni materikdədirlər, bəli, Avrasiya materikindədirlər. 20. Sakit Okean sahilində inkişaf etmiş ölkələrə məxsus olan limanlar. Elə E bəndi, çünki Vancouver Kanadandır, Sakit Okean sahili, San Francisco ABŞ-ın Sakit Okean sahili, Newcastle Avstraliyanın Sakit Okean sahilində yerləşən limanıdır. İnkişaf eləmiş ölkələrdir, bəli. Məsələn, Şanxay Çinə məxsusdur, inkişaf etməkdə olan ölkədir. Olmaz cavab. Vladivostok Rusa məxsusdur, inkişaf etməkdə olan ölkədir. Marsel Fransanındır, Atlantik Okeandır, Sakit Okean deyil. 21. Uyğunluğu müəyyən edin. Atlantik Okeanı. Verilən çaylardan Qızıl İmraq uyğun gəlir, bəli. A uyğundur, Türkiyənin çayı. Sonra
Dəclə, Fərat, B və D Hind okeanına aiddir. Ural çayı, Kür çayı, C və E Xəzər hövzəsinə aiddir. Bəli, cavabımız 1-ə A, 2-yə B, D, 3-ə C, E olmaqla D bəndi idi. 22 ilə davam edək. Xəritə sxemində verilmiş ölkələrə uyğun olan ifadələri müəyyən edin. Birinci, 1 və 4 federativ respublikada oxşar xüsusiyyət kimi, bəli, 1 Braziliya, 4 Hindistanda oxşardır. Fərqli xüsusiyyət daş kömür ixal edir. Bəli, fərqli xüsusiyyətdir, çünki Braziliya ixal edir, amma Hindistan daş kömürü ixal etmir. Fərqli xüsusiyyətdir onlar üçün, bəli. Onda birinci sıramız doğrudur. 2 və 6 neft ixrac edir. 2 Nigeriyadır, 6 Panamadır. Xeyr, bu yanlış fikirdir. 3 və 6 ərazisindən gəmiçilik kanalı keçir. Bəli, 3-dən, yəni Misirdən, eləcə də 6-dan, Panamadan gəmiçilik kanalı keçir. Panama və Süveyş kanalı oxşar xüsusiyyətə uyğun gəlir. Fərqli xüsusiyyətə ərazisi 2 qitədə yerləşir. Bəli, Misir, yəni 3, 2 qitədə Asiya, Afrikada yerləşir. Amma 6, Panama 1 qitədə, Amerika qitəsində yerləşir. 2 materikdə, Cənubi və Şimali Amerikadır. Amma qitə deyəndə Amerikaları birləşdiririk köhnə qaydaya uyğun olaraq. Fərqli xüsusiyyətdir, bəli. Misir 2 qitə, amma 6 Panama 1 qitə. Fərqli xüsusiyyət, bəli. 3-cü sıramız da doğrudur. 4-cü, 2 və 5 OPEC təşkilatının üzvüdür. 2 Nigeriya, 5 Venezuela OPEC-in üzvüdür. Oxşarda əlvan metallurgiya üçün xam mal bazası var. Venezuelada boksit var 5-də. Amma Nigeriyada boksit deməmişik də, düzdür. Deməli bu fərqli xüsusiyyətdir də. Uyğun gəldiyi 4-cü sıramız da doğrudur. 5-ci, 1 və 5 roman dil qrupuna aiddir. Bəli, 1 Braziliya, 5 Venezuela romandır. Fərqli xüsusiyyət kimi yalançı urbanizasiya müşahidə olunur veribdir. Xeyr, ikisi də inkişaf etməkdə olan ölkədir. İkisində də yalançı urbanizasiya var. Bu fərqli xüsusiyyət yox, oxşar əlamət oldu. Ona görə bu sıramız da yanlışdır. 1, 3, 4 E bəndi. 23. A məntəqəsinin havanın temperaturu -3, B-dən -9-dur. Məntəqələr arasındakı nisbi hündürlüyü tapın. Onlar arasındakı temperatur fərqi nə qədərdir? -3 ilə -9 arasındakı temperatur fərqini müəyyənləşdirsək, -9 ilə -3 arasında temperatur fərqi əlbəttə 12 dərəcə eləyir. Bəli, 12 dərəcə fərq var. Hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. 12 dərəcə fərq etməsi üçün bizə 2000 metr hündürlük lazımdır. Deməli, onlar arasındakı nisbi hündürlük fərqi 2000 metr olmalıdır. 24. Qidalanmada yeraltı su deyirsə, Tərtərdir, Arazdır, Həkəridir, 2-5, 6 sizin cavabdır. Köndələn çayda yağışdır, Samurda qarpuzlaqdır, Astara çayda yağışdır. 25. Qara metallurgiyada istifadə edilən faydalı qazıntılar və onların düzgün verildiyi sıralar. Qara metallurgiya deyirsə, mis əlvandır, qalay əlvandır, boksit əlvandır. Kömür istifadə olunur, bəli. Dəmir filiz istifadə olunur, bəli. Uralda, Skandinaviyada, Apalaçda var, bəli. Kömür Şərqi Avropada var, məsələn, Ukraynada, Polşada. Orta Sibirdə, Rusiyada var, bəli. Deməli, burada cavabımız 1 və 4 idi. 26. Mezozoik erasına aid olan xüsusiyyətlər. Bu erada yaranan dağlar Lavrasiya qurusuna aid olan materiklərdə var, bəli. Avrasiyada, Şimali Amerikada var. Şimali Amerikada qayalı dağlar Mezozoidadır. Avrasiyada Verxoyanski, Çerski, Tibet, Kunlun və s. doğrudur. Pantalas okeanı transqressiya və reqressiya söhbəti Paleozoik erasına aiddir. Müasir materiklər doğrudur. Bu eraya məxsus olan suxurlar Azərbaycanın dağlıq ərazilərdə, bəli. Mezozoik Yuratəbaşı, Böyük Kiçik Qafqaz dağlarında var. Bu erada yaranan dağlarda qeyri-filiz yataqları ilə zəngindir. Xeyr, yanlışdır bu da. Filiz faydalı qazıntılar, məsələn, ola bilər də, qeyri-filizlər, neft, qaz var. Bu erada yaranan dağlarda, məsələn, qayalı dağlar, Verxoyanska, Çerskdə. Xeyr, yanlışdır. Burada doğrular 1, 3, 4 idi. 27. Uyğunluğu müəyyən edin. Böyük Çin düzənliyi, Turan ovalığı, Qərbi Sibir ovalığı. Əhalinin sıxlığı yüksək olan Böyük Çin düzənliyi olar. Ərazisinə axan çaylar buzlaqlarla, Amudərya, Sırdəryanı nəzərdə tutur, Turan ovalığı olar. Dünyanın ən böyük bataqlığı, Vasüqan bataqlığı C, Qərbi Sibirdə. Dünyanın ən böyük çəltik söhbəti D, Böyük Çin düzənliyinə aiddir. Buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq çoxdur. Səhra, yarımsəhra olan E uyğundur Turan ovalığına. Situasiya sualları ilə davam eləyək. Yerin Günəş ətrafında orbit üzrə, xətti üzrə hərəkəti zamanı onun səthi qeyri-bərabər işıqlanır. Günəş şüalarının düşmə bucağı enliklər üzrə fərqli olduğundan yer səthində fərqliliklər yaranır. Bu fərqlilikləri müəyyən etmək üçün yer səthində işıqlanma qurşaqları ayrılır. Yay gündönümü günündə Günəş şüaları şimal yarımkürəsində yerləşən A məntəqəsinə 47 dərəcə bucaq altında düşür. Deməli, biz birlikdə yay gündönümündə 23.5 şimal tropik xəttində Günəş zenitdə olarsa, hara 47 dərəcə düşür, artıq biz bunu əzbər bilirik, o qədər məsələ həllində həll etmişik ki, söhbət 66.5 şimal enliyindən gedir. B məntəqəsində isə 23.5 bucaq altında düşür. A 66.5-dir. B məntəqəsi isə 22 iyunda hara Günəşin düşmə bucağı 23.5 bucaq altında olur. Təbii ki, 90 dərəcə şimal enliyinə hesablaya da bilərik. Gəlin hesablayaq.
Deməli 23.5 yay gündönümündən söhbət gedirsə, Günəş ekvatorda zenitdədir. 66.5 şimal enliyi, bu da olsun 90 dərəcə şimal enliyi. Hər ikisinə Günəşin düşmə bucağını hesablayaq. Əvvəla qütb dairəyə 66.5-ə hesablayaq. 90 minus məntəqə ilə Günəşin zenitdə olduğu məntəqə arasındakı dərəcə fərqi 66.5 minus 23.5. Bu fərq bərabərdir 47 eləyir, bəli. Doğrudur. 90-ı yoxlayaq. 90 minus Günəşin zenitdə olduğu 23.5 şimal tropiki, o da bərabərdir 23.5 eləyir. Bəli, həqiqətən A 66.5 şimal enliyi, B 90 şimal enliyidir. Bunları bildik. İndi 28-ə baxa bilərik. Mətnə əsasən məntəqələrə uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq xanalara yazın. A məntəqəsinin yerləşdiyi coğrafi enlik 66.5 şimal enliyi. B məntəqəsi 90 şimal enliyi. Bunu da bildik. AB məntəqələri arasındakı ən qısa məsafə. Deməli, 90 ilə 66.5 şimal enliyi arasındakı ən qısa məsafə. Dərəcə fərqi neçədir? 23.5 dərəcə. Vurmalıyıq 111 kilometrə. O da bərabərdir 2608,5 kilometr eləyər. Burada cavabımız 2608.5 idi. 29. Mətnə əsasən AB məntəqələri arasındakı işıqlanma qurşağını, deməli, şimal qütb dairə ilə şimal qütbü arasındakı işıqlanma qurşağının cavabı qütb işıqlanma qurşağıdır və yaxud şimalda da şimal qütbü yazsaydınız daha yaxşı olardı. Bu işıqlanma qurşağının keçdiyi materiklər Avrasiya və Şimali Amerikadır. Sonra xüsusiyyətlər temperatur, əlbəttə 0 dərəcədən kiçik olması, yüksək təzyiqli qütblər, yüksək təzyiq. Sonra bu ərazilər üçün qeyd edə bilərdik ki, xüsusiyyətlərdən bu ərazilər üçün Günəşin düşmə bucağının kiçik olması, qütb gecə-gündüz söhbəti, qütb gecə-gündüz və s. xüsusiyyətləri yaza bilərdiniz. 30-cu. Müəyyən edilmiş işıqlanma qurşağında yerləşən ada dəniz ölkələri cədvəldə yazmalıyıq. Adalara şimal qütb işıqlanma qurşağında Ellesmere, Viktoriya, Qırlandiya, Spitsbergen, Vrangel, Frans Yosip və s. qeyd edə bilərik. Dənizlərə Baffin, Beaufort, Karach, Şkot, Barents dənizi, Şərqi Sibir, Laptevlər və s. qeyd edə bilərdiniz. Ölkələrə Rusiya, İsveç, Norveç, Kanada ərazisi, yəni bu ölkələr bilməliyik ki, qütb işıqlanma qurşağında yerləşir. Həmən ölkələrin nisbətən şimal hissəsi.